olaraq sözü məktəbimizin direktoru Ramin müəllimə verək. Onun dahi şəxsiyyəti haqqında onun fikirlərini dinləyək. Hər birinizi salamlayıram. Bugün elan olunduğu kimi Ulu Öndər dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü ilə əlaqədar bizim də məktəbimizə tədbir təşkil edilir. Mən də bu fürsətdən istifadə edib fikirlərimi sizinlə görüşmək istəyirəm. Mən özüm mətbuatda, sosial şəbəkələrdə və yaxud digər vasitələrlə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən maraqlanmışam. Və belə bir qənaətə gəldim ki, Ulu Öndər Heydər Əliyev həm hakimiyyətə, yəni Sovetlər Birliyində, özəl Azərbaycanda vəzifələrə təyin olunarkən ilk, necə deyim, o fəaliyyətə başladığı ilk günlərdən hər zaman qəlbində Azərbaycan xalqı, Azərbaycan milləti, onun Azərbaycanın cəmiyyəti olmuşdur. Qəlbi həmişə bizimlədir. Biz bunu nədən görürük? 80-ci illərdə, bilirsiniz ki, 69-82-ci illərdə o rəhbərlik etmişdi Azərbaycana. Bundan əvvəl, bundan sonra da müxtəlif vəzifələrdə işləmişdi. Harada işləməsindən asılı olmayan, o hər zaman və yaxud da gedim, qəlbi Azərbaycanın yanında olur. Məsələn, 80-ci illərdə, 70-80-ci illərdə Sovetlər Birliyi özünün ən inkişaf etmiş dövrü hesab edirdi o illərdə. Amma uzaq görən dahi şəxsiyyət Heydər Əliyev hələ 80-ci illərdə bu Sovet hakimiyyətinin yaxın gələcəkdə parçalanacağını, müstəqil dövlətlərə ayrılacağını bilirdi. Məhz buna görə də Heydər Əliyev o illərdə Azərbaycan və Sovetlər Birliyinin tərkibində olan Azərbaycan üçün kənd təsərrüfatı sahəsində, elm sahəsində və bu digər bütün sahələrdə böyük töhfələr vermişdir. Xüsusi olaraq mənim diqqətimi çəkən orada bir neçə məqam var ki, Azərbaycan gənclərinin Sovetlər Birliyinin nəzdində olan o ali təhsil müəssisələrində, yəni Azərbaycanda kənarda dövlət hesabına təhsil alması olmuşdur. Bu nə deməkdir? O dövrdə bunu çox adam indiki qədər dərk etmirdi. Yəni, gələcəkdə Azərbaycan müstəqil olacaq və ona kadr ehtiyacı lazım olacaq. Məhz 80-ci illərdə hələ bayaq da dedim, Sovet hakimiyyəti özünü ən parlaq, ən yüksəliş dövrü hesab etdiyi illərdə Heydər Əliyev Azərbaycanın gələcəyi üçün kadr hazırlayırdı. Müstəqil Azərbaycanın gələcəyi üçün. Eyni zamanda kənd təsərrüfatı sahəsində, indi siz görürsünüz, bizim bu qonşu kəndlərdə də bu su kəmərləri var, böyük, kiçik su açılan idarələri var. O dövrdə dövlət hesabına, dövlətin sərmayəsi hesabına tikilmişdir.